Əli əleyhissalam soruşur ki, siz nə edirsiniz? Sizin arif, zamanə arifləri nə edir? Deyir, biz danışmırıq. Ariflər cavab verir. Danışanda elə danışırıq ki, ya bu dünyamıza xeyir olsun, ya da axirətimizə. Yox, əslində yaxşıdır. Əli əleyhissalam bəyənmir. Bəyənmir. Deyir, biz də danışmırıq. Danışanda elə danışırıq. Həm bu dünyamıza xeyir olsun, həm də axirətimizə. Yəni bu yaxşıların yaxşısıdır ya. Zirvədir də bu. Hə. Yəni bu günləri onu fikirləşən çox azdır bu barədə ki, yaxşı, bir başa düşdük də, Muaviyə deyir bir nəfərə. Yaxşı, mən başa düşüldüm ki, Əli əleyhissalamdan mənim düşmənçiliyim, Əli ilə mənim düşmənçiliyim dünyaya görədir. Bir nəfər ki, çıxır başlayır Muaviyyəni tərifləməyə, Əli əleyhissalamı pisləməyə. Deyir, bunu başa düşdük ki, mən Əliyə düşmənəm. Mən maraqlı tərəfəm. Bəli, marağım var. Dünya da olsa marağım var. Bədbaxt, marağın deyir, nədir? Heç də verilməyəcəksən. Sən bilmirsən ki, ya, Həzrət Əli üçün bu yandan saman tayası yığ, bu yandan qızıl yığ, yine onun üçün heç bir fərqi yoxdur.